Dərmanı gəlib öz poliklinikamızdan alırıq. Artıq bu rahatlıq hamını sevindirir. Əvvəllər dərmanlarımızı buradan yazırdılar. 7 nömrəli poliklinikadan alırdıq. Məsafə uzaq idi, gedib gəlmə çətinlik idi. Gedə bilmirdik, çox vaxtı soyuqdur. İndi çox sağ olsun bu 38 saylı poliklinkanın müdiriyyəti dərmanlarımızı öz poliklinkamıza gətirdi, rahat şəkildə gəlib ala bilirik. Burada reseptimizi yazdırıb gedib dərmanlarımızı başqa yerdən alırdıq. 2 avtobus dəyişirdik. İndi aptek bura gəlib, elə buradan yazdırırıq, buradan alırıq. Yaşlı adamlar idi, bura gedib gəlmək bizə çətinlik törədirdi. Sağ olsun təbib, indi burada şərait yaratdı bizə. Gəlib buradan dərmanlarımızı alırıq, ona görə də sizlərə təşəkkür edirəm. Vətəndaşların çoxsaylı müraciətlərinə əsasən 38 saylı şəhər poliklinikasında imtiyazlı aptek artıq fəaliyyətə başladı. Poliklinikada ümumilikdə 2000-dən artıq şəkərli diabet xəstəsi dispanser qeydiyyatdadır və tibbi xidmətlərdən hər ay yararlanır. Bu dəstəyə görə təbib və Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.